Yine Tesla'nın həmişəki kimi müxtəlif funksiyaları yeni update ilə gəlib. Bu update'in versiyası 2025-44-25.1 versiyasıdır. Bu update'də hansı yeniliklər var? İstərdim ki, onlar haqqında sizə qısaca da olsa məlumat verim. İlk öncə Grok with Navigation Commands, yəni Grok vasitəsilə belə deyək də istiqaməti dəyişdirmək, istiqaməti, hərəkət zolaqlarını dəyişdirmək və ya maşının hansı istiqamətə yönəlməsini göstərmək. Sonra Tesla Photo Boss gördüyünüz kimi ön kamera vasitəsilə, burada olan kamera vasitəsilə selfie kimi maraqlı şəkillər çəkmək üçün Dock Mode Live Application on the iOS, Activity on iOS, üzr istəyirəm. Burada gördüyünüz kimi bilirsiniz ki, Tesla maşınlarının kameralarına kənardan izləmək olur. Əgər daxildə hər hansı bir heyvan varsa, it və ya pişik varsa, həmin o live vasitəsilə də ona baxa bilərsiniz. Dashcamla bağlı yeni update gəlib. Artıq hər hansı bir qəza olarsa və hər hansı bir nəqliyyat vasitəsi hadisəsi olarsa, siz həmin o daxildə olan kameralar vasitəsilə siz ətraf mühiti həm yaxşı görə bilərsiniz, həm də ki, artıq maşının hansı funksiyaları aktivdir, məsələn, dönmə işıqları, hansı sürətləri və hər birini burada görə bilərsiniz. Santa Mode Updates, məndə Santa Mode gəlmişdi, amma Santa Mode ilə bağlı yeni updatelər var, görürsünüz. Light Show ilə bağlı yeni update var. Paint Show, maşının xarici dizaynının dəyişilməsi ilə bağlı yeni update var. Navigation Improvement, Navigation ilə bağlı yeniliklər var. Automatic Hall Lane Slotting, bunun haqqında hələ ki mən belə deyək də hər hansı bir araşdırma etməmişəm. Bununla əlavə mən video çəkəcəm. Support Charging Site Maps, Phone Left Behind. Bu mənə çox maraqlı gəldi. Əgər maşında beləcə telefon qalarsa, siz qapını bağlamış olsanız, maşın hər hansı bir siqnal çalır. Save Charge Limit by the Location, adından da gördüyü ki, məlumdur. SpaceX Docking, bunu mütləq yoxlayacağım və bir sıra mini update'lər. Yeni update'lər bağlı siz səhifəni izləyin ki, daim siz məlumatda olasınız.